xoşbəxt ana, xoşbəxt uşaq. Bunu nəyə görə deyirəm? Tam fikrimi bildirmədim. Ana özünə mütləq vaxt ayırmalıdır, mütləq. Manikür olsun, pedikür olsun, nə bilim, əyləncəsi olsun, səyahət etmək olsun, istirahət olsun, qızlarla, yoldaşla, fərq yoxdur. Ana xoşbəxtdirsə, uşaq da xoşbəxtdir. Yox, bütün naqruska, bütün çətinlik əgər düşürsə mamanın üstünə, mama deyək, qadının üstünə, qadın nə olur? Əgər ona dəstək yoxdursa, başa düşürəm, indi hər kəsin hekayəsi eyni deyil, fərqlidir. Kiməsə qaynanası kömək eləmir, kiməsə yoldaşı kömək eləmir. Kiməsə misal maması yoxdur, bacısı yoxdur, dəstəyi yoxdur da, daya tutmağa pulu yoxdur. Bu hallarda mən həmişə, mən qadınlarla işləyirəm də, neçə ildir dəstək belə deyək. Həmişə deyirəm ki, yəni əgər bunlar yoxdursa, birinci çalışın öncədən baxın, görün qarşınızdakı insan nədir, necədir, nə şəraitlərdə qalacaqsan, tudasıda. Əgər yoxdursa, evlənmə.